Sxemdə verilmiş A, B məntəqələr arasında ki, qurşaq vaxt fərqini. Qurşaq vaxt fərqi deyirsə, fərqini deyirsə. Deməli, bunların qurşaqlarını tapmalıyıq. Sonra bunların fərqini tapmalıyıq. Deməli, birinci yazaq 1 saat yer kürəsi 15 dərəcə. Bunu mütləq yazırıq. 1 dərəcə 4 dəqiqə. Bunları mütləq yazırıq. Yəni, A məntəqəsini tapaq. A məntəqəsi bərabərdir. Qrinviçin solundadır. Qərb yarımkürəsidir. 48 qərb solunda. B məntəqəsi bərabərdir. Qrinviçin sağındadır. 57 şərq solunda. Gəlin baxaq ki, bu dərəcələrə yer kürəsi neçə saat dövr edir. Deməli, 1 saat 15 dərəcə, x saat 48 dəqiqə, dərəcə. 48 dərəcə. Tənasüb qururuq. X vurulsun 15 bərabərdir 48. X saat bərabərdir 48 bölünsün 15. Deməli, 3 dəfə düşür 45. Bu da qalıq da 3. Qalıq 3. Deməli, biz dedik ki, saat qurşaqlarının sərhədləri 15 dərəcədən kənara keç. Daha doğrusu, məsələn, deyək ki, saat qurşağı 15-dirsə, kənarları 7.5-dir. 7.5, 7.5. Yəni, bundan kənara çıxmır. Əgər bu 7.5-dən, bu qalıq 7.5-dən böyükdürsə, üstünə 1 gəlirik, 7.5-dən kiçikdirsə, elə olduğu kimi qalır. Yəni, bunun daxilindədir. Bu 3-cü saat qurşağı 45-dir. 3-cü saat qurşağı 45-dir. 45. Bunun bu tərəfi, bu tərəf. Bu tərəf 7.5, 52.5-dir. Bu tərəf 37.5. Yəni, bu aralıqda 3-cü saat qurşağıdır. Burada da 48-dir. Ona görə bunun içərisində daxildir. Deməli, A oldu 3-cü saat qurşağı. Keçək B-ni tapaq. B 57-dir. 57. Deməli, x vurulsun 15 bərabərdir 57. X bərabərdir 57 bölünsün 15. 3 dəfə düşür 45, 12. Qalıq 12. Deməli, qalıq 12-dir. Yenə 45. Deməli, bu tərəf olur 50. Deməli, 52.5. 7.5 gəlirik. 37.5. Amma qalıq 12-dir. Buradadır. 57 buradadır. Kənardadır. Deməli, üstünə 1 gəlirik. 3-ün üstünə 1 gəlirik. Olur 4-cü saat qurşağı. Bu oldu 4. İndi bunları tapdıq. İndi nə deyir? Deyir, bunlar arasında qurşaq vaxt fərqi. Biri 3-cü saat qurşağıdır. A oldu. A 3-cü saat qurşağı. Daha doğrusu, yanlış. A qərb yarımkürəsidir. Qərb yarımkürəsində olduğu üçün qərb yarımkürəsində 3 saat gedir, amma qərbə keçdiyi üçün biz onu 24-dən çıxırıq. Çünki 24 saat qurşağımız 24 ədəddir. 3-ünü çıxırıq. Bərabərdir 21. 21-ci saat qurşağıdır. B isə oldu B bərabərdir 4-cü saat qurşağı. İndi deyir ki, bunlar arasındakı qurşaq vaxt fərqini. Qurşaq vaxt fərqini tapanda biz elə yaxından baxırıq. Yəni, biz bir də əks tərəf fırlanırıq. Elə Qrinviç istiqamətindən baxırıq. Buradan bura 4-dür, buradan bura 3-dür. 3 saat. Bunları da fərqli yarımkürədə olduğu üçün üstünə gəlirik. 3, üstə gələk 4. Bərabərdir 7 saat. 7 saat fərq var. Cavab A. Sonra keçək növbətiyə. 8 saat qurşağı hansı coğrafi uzunluqlar arasında yerləşir? Tənasübümüzü yenə yazaq. 8 saat qurşağı. 1 saat
15 dərəcə. Deyir 8-ci saat qurşağı. X saat X dərəcə. X saatımız verilib. Nə deyir? X bərabərdir 8 saat. Yata yerine qoyaq. 1 saat 15 8 saat X dərəcə. X də bərabərdir 15 vurulsun 8 bərabərdir 120. 120 şərq uzunluğu. Niyə şərq uzunluğu? Çünki uzunluğu həm 180-dən kiçikdir, həm də saat qurşağı 12-dən azdır. 12-dən çox olanda, yəni 13, 14, 15 olanda qərb yarımkürəsi olur. Bunun orta meridianı oldu 120. Gəlin digərlərini tapaq, kənarlarını tapaq. Yəni bunun ortası 120-dir. 120 şərq uzunluğu. Biz dedik ki, sağa və sola. 7.5 sağa, 7.5 sola. Bu toplayırıq, bu çıxırıq. Olacaq sağ tərəf olacaq. 127,5 şərq uzunluğu. Bu tərəf olacaq 112,5 şərq uzunluğu. Bunların ikisinin də, yəni sərhəddə 15-dən kənar çıxmır. Ona görə 112 şərq uzunluğu, 127, 12,5 şərq uzunluğu, 27,5 şərq uzunluğu. Cavab D variantı. 12 şərq uzunluğu ilə 29 qərb uzunluğu arasında yerli vaxt fərqini təyin edək. Çəkək. 12 şərq uzunluğu, 29 qərb uzunluğu. Deməli, dərəcələr verilibsə, bunu mütləq nəyə çevirməliyik? Saata çevirməliyik. Yerli vaxt fərqini, bu 0. Yerli vaxt fərqini yenə 1 saat 15 dərəcə, X saat X dərəcə. Deməli, burada biz vaxt fərqini tapmaq üçün biz dərəcəni tapmalıyıq. Dərəcənin gəlin tapaq. Deməli, biri yerləşir. X dərəcə bərabərdir. 29 qərb uzunluğu, birləşir 12 şərq uzunluğu. Fərqli yarımküre olduğu üçün bunların dərəcə fərqini tapmaq üçün toplayırıq. Bərabərdir 41 dərəcə. Gətirək yerinə qoyaq yazaq. Deməli, bunlar arasında dərəcə fərqi 41 dərəcədir. 1 saat 15 dərəcə, X saat 41 dərəcə. Deməli, buradan da X vurulsun 15 bərabərdir 41, X bərabərdir 41 bölünsün 15. Deməli, 2 düşür, 30, 11 qalıqdır. 11 qalıq. 2 saatımız var. 2 saat. Evet, 2 saatimiz var. 2 saat. Bizim 11 qalığımız var. Qalıqda deməli 11 dərəcədir. Dəqiqə ilə tapaq. Çünki dəqiqə ilə verilib. 1 deməli dərəcəmiz 4 dəqiqə. 11 dərəcə x dəqiqə. Buradan x bərabərdir 4 vurulsun 11 bərabərdir 44 dəqiqə. Deməli 44 2 saat 44 dəqiqə. Hə, bunu ümumi dəqiqə ilə veribsə 2 saatımız da 1 saatımız 160 dəqiqədirsə, 2 saatımız 120, üstünə görə 44 bərabərdir 164 dəqiqə. Cavab A variantı. Dəqiqə ilə verilibsə elə birbaşa dəqiqə ilə hesablamaq olar. Bakıda yerli vaxt saat 14-dür. 14:00-dur. Deməli, Bakıda Bakı 50 şərq uzunluğunda yerləşir. Bakı 14:00. Başlanğıc meridian saat neçədir? Yenə saat verilib. Başlanğıc meridian biz də bilirik ki 0-dır. 0 dərəcə. Greenwich meridianıdır. Saat neçə olar? Biz bilirik ki, özündən məntəqədə soldakı məntəqə məsələn Bakıdan geridədir. Yəni bunu bildik. İndi başlanğıc saat neçədir? 1 saata 15 dərəcə, x saat, x dərəcə. Deməli, burada biz dərəcəni tapa bilərik. 50 şərq uzunluğu
x dərəcə bərabərdir 50 şərq uzunluğu. Qrimit sıfırda olduğu üçün fərq yox. Toplayıb və çıxıb eyni qiymət alacaq. 0 bərabərdir 50. Deməli, dərəcəmiz 50-dir. 50 dərəcə fərq var. Gətirək yerinə qoyaq. 1 saat 15, x saat 50 dərəcə. Buradan da 15 vurulsun. X bərabərdir 50. X bərabərdir 50 bölünsün 15. 3 dəfə düşür 45, 5. Qalıq 5. Deməli, 3 saat var. 3 saat. Qalıq 5-dir. Qalıq 5-dirsə, gəlin dəqiqəyə də çevirək. Dəqiqəmizi tapaq. Deməli, 1 dərəcə 4 dəqiqə. 5 dərəcə x dəqiqə. Buradan x bərabərdir 4 vurulsun 5 bərabərdir 20. 3 saat 20 dəqiqə. İndi 3 saat 20 dəqiqə fərq var. İndi Bakıdan biz gedirik qərbə. Bakıdan qərbə getdiyimiz üçün 14-dən 3 saat 40 dəqiqəni çıxırıq. 14. 14-ü biz 13:60 kimi də yaza bilərik. Rahat çıxmaq olsun deyə. 3 saat 20 dəqiqə. Niyə çıxırıq? Dedik, yer kürəsi qərbdən şərqə doğru fırlandığı üçün qərbdəki məntəqə şərqdəki məntəqədən geridir. Ona görə çıxırıq. 0, 40, 0, 10, 40. Cavab B variantı. 11-ci və 7-ci saat orta meridian arasındakı coğrafi uzunluq fərqini tap. 1 saat 15 dərəcə, x saat x dərəcə. X saatlarımız məlumdur. Biri x saat bərabərdir 11, biri də 7. Deməli, gəlin hesablayaq. Bunu adı, bunu rumla yazdım. Deməli, 1 saat 15, x saat. Deməli, 11, x dərəcə. X bərabərdir. Deməli, 11 vurulsun 15 bərabər 165. 165. 165 12-dən, daha doğrusu 180-in az olduğu üçün, həm də 11-ci saat qurşağı olduğu üçün şərq uzunluğu birini tapdıq. Deməli, ikincini tapaq. Biri 165 şərq uzunluğu. 165 şərq uzunluğu. İndi ikincini tapaq. Qoyaq yerinə. İkinci isə 7-dir. 1 saat yazmışıq 15 dərəcə. 7 saat x dərəcə. Buradan x bərabərdir 15 vurulsun 7 bərabərdir 105 şərq uzunluğu. İndi ikisi də şərq uzunluğudur. Biri 165 şərq uzunluğu. Dərəcə fərqini deyir. 105 şərq uzunluğu. İkisi də eyni olduğu üçün çıxırıq. O da bərabərdir 60 dərəcə. C variantı. A, B, C nöqtənin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. A. Birinci onların uzunluqlarını yazaq. A bərabərdir. Qrimviçin solundadır. Qrimviçin solundadırsa qərb uzunluğudur. 100 qərb uzunluğu. Sonra B bərabər 0-dadır. Qrimviç üzərindədir. Sıfırın üzərində yerləşməsi B məntəqəsi ya 0-cı saat qurşağıdır, ya da 24-cü saat qurşağıdır. Bunu hesablamaya ehtiyac yoxdur. Ya 0-dır, ya da 24-dür. Yəni, ya B-dir, ya A-dır, ya C. Digərləri getdi. Sonra C-ni. C bərabərdir. 78 Qrimviçin sağındadır. Şərq uzunluğu. İndi gəlin baxaq ki, saat qurşaqları hansında yerləşir. Qərb uzunluğunu tapmaq üçün 2 üsul var. Ya 360-dan çıxırsınız, hesablayırıq. Ya da ki, tapırsınız, sonra 24-cü saat qurşağından çıxırıq. Ən yaxşısı, qərb uzunluğu gördünüz. Birinci yazaq. 1 saat 15 dərəcə. X saat x dərəcə. Burada dərəcəmiz 100-dür. Qərb uzunluğu olduğu üçün A bərabərdir 360 çıxılsın 100. Bərabərdir 260. 260 dərəcə.
Düzdür, deyə bilərsiniz 260 dərəcə yoxdur, amma saat qurşağını hesablayanda bizə kömək edir. Ona görə yazmaq məsləhətdir. 1 saat 15, x saat 260. Buradan da 15 vurulsun x bərabərdir 260, x bərabərdir. Deməli, 260 bölünsün 15. Deməli, 260 bölünsün 15. Burada da deməli, x böləndə 17 düşür, 17. Qalıq olur 5 dərəcə. Biz demişik ki, qalıq əgər, daha doğrusu, bir dəqiqə, 260, 100 qarpız olunur, 3, nəyə səhv elədik, 360, çıxılsın 100, bölünsün 15. Deməli, A, B, C müvafiq olaraq doğru tapmadıq nəsə. Deməli, burada da var, Y-də də varmış. Burada mən deyirəm, bəli, 17-ci saat. Qalıq 7.5-dən 7.5-dən çox olduğu üçün, daha doğrusu az olduğu üçün biz demişdik ki, sərhədlər 7.5. Ona görə qalır 17-ci saat qurşağı. Deməli, A oldu 17. 17. İndi gəlin C-ni tapaq. C birbaşa şərq uzunluqdur. Onu yazmağa ehtiyac yoxdur elə. Yəni 360-dan çıxmaya ehtiyac yoxdur. X 15, x saat, x dərəcə. 78, 1 saat 15 dərəcə, x saat 78. Buradan da x vurulsun 15 bərabər 78, x bərabər 78 bölünsün 15. Deməli, 4 dəfə düşür, 5 dəfə düşür, 75, qalır 3. 7.5-dən az olduğu üçün qalır 5. Cavab Y variantı. 50 qərb uzunluğunda saat, deməli, 14:30-dur. 50 qərb uzunluğu. 50 qərb uzunluğu saat 14:30-dur. Deməli, 50 qərb uzunluğu. 14:30. 14:30. Deyir ki, 15 şərq uzunluğunda saat neçə olur? Yerli vaxt təyinləyin. Birinci dərəcələr verilib, bunları biz saata çevirək. Dərəcə verilib, saata çevirmək mütləq. 1 saat, saat verilibsə dərəcəyə çeviririk, dərəcə verilibsə mütləq saata çeviririk. Deməli, dərəcə verilib. 1 saat 15, x saat, x dərəcə. Dərəcəmizi tapaq, x bərabərdir 50 qərb uzunluğu, 15 şərq uzunluğu. Fərqli olduğu üçün toplayırıq, da bərabərdir 65 dərəcə. Deməli, bunlar arasında dərəcə fərqi oldu 65 dərəcə. Deməli, 1 saat 15 dərəcə, 65 yox, dərəcə. Deməli, x saat 65 dərəcə. Buradan x vurulsun 15 bərabərdir 65. X bərabərdir 65 bölünsün 15. Deməli, 4 dəfə düşür 60, qalıq 5. Deməli, 4 saat var. Nə? 4 saat var. Amma qalıq 4-dür. Yəni, bunun dəqiqəsini tapaq. 1 dərəcə 4 dəqiqə, 4 dərəcə, 5 dərəcə, daha doğrusu 4 düşür 5 dərəcə, x dəqiqə. Buradan x bərabərdir 4 vurulsun 5 bərabərdir 20 dəqiqə. 4 saat 20 dəqiqə. 4 saat 20 dəqiqə. Biz dedik ki, yer küləsi qərbdən şərqə doğru fırlandığı üçün özündən, məsələn, sağa getdikcə saat artır. Sola getdikcə saat azalır. Ona görə 14:30 üstə gələk. 4 saat oldu. Deməli, 4 saat 20 dəqiqə.
0,5 deməli 18, 1. Deməli 18, 50. Cavab A variantı. Yer kürəsi 60 dəfə fırlanması üçün nə qədər vaxt lazımdır? 1 saat 15 dərəcə, x saat x dərəcə. Yerinə qoyaq. 1 saat 15, x saat 60. X vurulsun 15 bərabərdir 60, x bərabərdir 60 bölünsün 15. 4 saat. Burada dəqiqə nə verilib? 4 saat da dəqiqə nə verilibsə 1 saatımız 60 dəqiqədir. Vururuq 60-a. Bərabərdir 240. B variantı.